Salam əziz izləyicilər, Xalqın Uşaqları platformasının ilk podkastına xoş gəldiniz. Bu gün biz müharibə travması haqqında danışacağıq. Qonağımız Südabə Əliyevadır. Südabə Əliyeva psixoloji travma və qeyri-müəyyən itki sahəsində mütəxəssis klinik psixoloqdur. Salam, xoş gəldiniz Südabə xanım. Salam Billur xanım, çox sağ olun. Çox sağ olun ki, siz vaxt ayırdınız bizim üçün. Mən çox vaxt itirmək istəmirəm. Ona görə də ilk sualınızla başlamaq istəyirəm. Ümumiyyətlə deyə bilərsinizmi, psixoloji travma nədir? Psixoloji travma dedikdə hər birimiz fərqli anlayış təsəvvür edə bilərik, fərz edə bilərik, amma ümumilikdə psixoloji travma sinir sistemimizin, yəni bədənimizin aşa bilmədiyi, güclü dərəcədə yaşadığı bir stres təcrübəsidir. Yəni hər birimizin emosional tənzimləmə bacarıqlarımız var və psixoloji çətinlikləri dəf etmə bacarıqlarımız var. Bu o deməkdir ki, bir çox üzləşdiyimiz çətinliklər zamanı biz hər nə qədər stres yaşasaq da, hər nə qədər çətinlik olsa da, daha sonra o vəziyyətdən sadə sözlə desək özümüzə gələ bilirik. Psixoloji travma o zaman baş verir ki, yaşanmış hadisənin təsiri o qədər şiddətlidir ki, bizim qoruma mexanizmlərimizi aşır. Bəs yaxşı, müharibə dövründə və müharibədən sonra müharibə iştirakçıları ya da belə deyim, qeyri-aktiv şəkildə ümumi insanlar necə etkilənir bundan? Necə travmalılar? Müharibə ilə üzləşdikdən sonra hər birimiz fərqli formalarda psixoloji travma yaşaya bilərik. Yəni psixoloji travma yaşaya bilərik dedikdə necə özünü biruzə verə bilər? İlk olaraq, ilkin mərhələlərdə psixoloji travmanın simptomlarından bəziləri ola bilər. Misal üçün, bütün bədən sanki titrəyir, ümumilikdə şok hissi ola bilər, sanki heç nə eşitmirik, sanki reallıq ətrafımızda gördüyümüz məsələləri bir film kimi izləyirik, yuxu kimi izləyirik və s. Daha uzun müddətli təsirləri isə ola bilsin ki, həmin o hadisələri yaşadığımız, ciddi qorxu yaşadığımız vəziyyətləri sanki yenidən yaşayırıq. Və yaxud da, misal üçün, gecə kabuslarda gəlir, hansısa istəmədiyimiz fikirlər beynimizə dəfələrlə qayıda bilər. İstəyərik ki, bunu düşünməyək, amma sanki o fikirlər, rəsmlər və yaxud fikirlər getmirlər. Bir növ bizim ixtiyarımızda deyil. Bəzi insanlar həmin yaşadıqları travmatik hadisəni xatırladan hər bir məqamdan, bu ola bilər hansısa yer, hansısa qoxu, səs, rəng və yaxud hansısa bir insan həmin o yerlərdən və yaxud başqa xatırladıcı məqamlardan uzaq durmaq ehtiyacı hiss edə bilərlər və bu, necə deyim, özümüzün qərar verib oturub düşündüyümüz bir məqam deyil ki, bu yer məni yaxşı hiss etdirmir, mən buradan uzaq duracağam. Daha çox bu belə hiss olunur ki, sanki bədən özü insana qışqırır. Həmin o yerə yaxınlaşdıqca qorxu hissi artır, təşviş hissi artır və mümkün olduğu qədər uzaq durmağa çalışırıq. Əgər belə bir misal verə bilərəm. 2020-ci ildə Bərdəyə bomba atıldığı zamanlarda bir uşaq həmin ərəfədə velosiped sürürmüş hansısa bir yolun üzərindən və bombanın partlayışı ona yetərincə yaxın bir yerdə baş vermişdi. Həmin o gündən sonra o uşaq nə velosipedinə yaxınlaşa bilmirdi, velosipedini yenidən sürə bilmirdi, nə də ki o yolu artıq istifadə etmirdi. Yəni təsəvvür edin ki, A nöqtəsindən B nöqtəsinə getmək lazım olduqda ən qısa yol bunun üzərindən keçirsə belə, biz daha uzun yolu seçirik, çünki ora yaxınlaşmağın özü bədənimizi çox ciddi şəkildə narahatlığa salır. Başqa simptomlar ola bilər, bəzi insanlarda ümumiyyətlə düşüncələr və hisslər daha çox sanki mənfi hiss olunur. Yəni mütəmadi olaraq keyfsizlik, mütəmadi olaraq ümidsizlik hissi və düşüncələr də ola bilər ki, misal üçün bu mənim günahım idi, mənə görə nəsə də baş verdi və yaxud ümumiyyətlə həyatın nə mənası var ki, indidən sonra və s. Bunun kimi mənfi düşüncələr və hisslər simptom olaraq özünü biruzə verə bilər. Başqa simptomlar qrupu ümumilikdə oyanıqlıq simptomlarıdır. Oyanıqlıq ola bilər həm fiziki cəhətdən, yəni bədən sanki gərgindir, bədən sanki rahatlaşa bilmir və bu zaman biz, misal üçün kimsədə nəsə deyəndə dik atıla bilərik, bizə toxunanda dik atıla bilərik və yaxud ümumilikdə çox qıcıq ola bilərik hər bir sözdən, hər bir məqamdan, çox səbirsiz ola bilərik. Bu fiziki oyanıqlıqdır və eyni zamanda olur emosional oyanıqlıq. Bir növ otaqda kimsədə narahat, narazı göründüyü zaman biz özümüzü narahat hiss edirik və bizim özümüzü rahat hiss etməyimiz üçün sanki ehtiyacımız var ki, ətrafımızdakı hamı da rahat olsun. Və başqa bir sonraki simptomlar qrupu isə ümumilikdə sanki qopma
simptomlarıdır. Bu da o deməkdir ki, hər hansı bir təhlükəni yaşadığımız zaman sinir sistemimizin ilk seçimi, ilk cəhdləri sağ qalmaq üçün hansısa bir formada bu vəziyyəti həll etməkdir. Ya təhlükənin özünü neytrallaşdırmaq, ya da təhlükədən uzaqlaşmaq. Yəni qaça biliriksə qaçırıq, mübarizə apara biliriksə mübarizə aparırıq və s. Bunların heç biri mümkün olmadığı zamanda bədən seçir donmağı. Və donmaq o deməkdir ki, bədən sanki fiziki olaraq təhlükədən uzaqlaşa bilmir deyə beyin o təhlükənin içində sönür. Və qopma simptomları özlərini belə bir üzə verə bilərlər ki, yaddaşda problemlər yarana bilər, kimliklə bağlı çaşqınlıq ola bilər. Yəni bir növ bugünə qədər siz bilirdiniz sevdiyiniz rəng hansıdır. Sabah sizdən kimsə soruşanda sevdiyiniz rəng nədir? Siz donub qalırsınız ki, mənim sevdiyim rəng nə idi? Yəni mənim kimliyimi təşkil edən hissələr sanki itiblər, çaşqınlıq yaranır. Özümün yadıma salmalı oluram. Mənim maraqlarım nə idi? Mənim istəklərim nə idi və s. Və biraz əvvəl danışdığım sanki film kimi izləyirik vəziyyəti. Bu da bu simptomlar qrupuna aiddir, qopma simptomlarına. Yəni bəzən ola bilər sanki ətrafımızda baş verənlər real deyilmiş kimi hiss oluna bilər. Film və yaxud yuxu kimi izləyirik. Bəzən isə olur tam tərsi, ətrafımızda baş verənlərin hamısı realdır, amma bu mənimlə baş vermir. Sanki mən özümü kənardan izləyirəm, necə bu təhlükəli hadisənin içində, misal üçün, özümü tapmışam ya da ilişib qalmışam və s. Bunların hamısı qopma simptomlarıdır. Mən bir də bir şey soruşmaq istəyirəm. Məsələn, cəmiyyətdə insanlar içində belə bir deyim var ki, insan çətinliyə düşdükcə güclənir. Bəs bu travmalar necə olur? Məsələn, insanları gücləndirmir, eləmi? Daha da zəiflədir. Mən belə başa düşə bilərəm bunu indi. Ümumiyyətlə insan çətinliyə düşdükcə güclənmir. Çətinliyin hər bir forması bizi hansısa bir şəkildə narahatlıq vəziyyətinə salır. Sinir sistemimizi tənzimdən çıxarır və bir dərəcəyə qədər gərginlik və yaxud hətta təhlükə hissi bizə yaşada bilər. İnsanın güclənməsi yaşadığı dəhşətli hadisələrə görə yox, o hadisələrdən sonra hər hansı bir məsələni həll etmək zamanı baş verir. Yəni əgər biz misal üçün daha sadə bir misal verəcəm, sırf travmatik mövzularla bağlı yox. Təsəvvür edin ki, iki uşağın qarşısında körpə uşaqlar, 3-4 yaşları var. İkisi də öyrənir ayaqqabılarının kəndirlərini bağlamağı. Birisinin öyrənmək istədiyi zaman valideyni səbirsizlik göstərir, deyir ki, nə qədər vaxt çəkdi, gəl özüm eləyim və uşağın əvəzinə onu bağlayır. İkincisinin valideyni isə deyir ki, sən bacaracaqsan. Uşaq hətta özü baxıb deyir ki, deyəsən alınmır. Valideyn deyir ki, sən yenə çalış, bax, bir-iki dəfə göstərmişəm, səndə alınacaq, bilirəm. Və o uşaq özü 3 dəqiqə, 5 dəqiqə hər nə qədər çətinlikdən sonra ona nail olsa, o nailiyyət hissi ona öz gücünə inam hissi yaradır. Və eyni formada da travmatik hadisələrin yaşamağın heç biri əslində yaxşı bir şey deyil. Hər birimiz üçün daha yaxşı olardı ki, biz travma yaşamayaq. Amma travmatik hadisəni yaşadıqdan sonra onunla bağlı atdığımız addımlar nəticəsində özümüzə inam və güvən arta bilər. Aydındır. Bəs müharibə iştirakçıları və onlarla yanaşı, onların ailə üzvləri, xüsusilə həyat yoldaşları, uşaqları, bəs onların travmaları necədir, nə yöndədir? Burada bir neçə məsələlərdən söhbət gedə bilər. Ola bilsin ikinci dərəcəli travma, yəni özümüz birbaşa təhlükəli vəziyyətin içində olmasaq belə, yaxın bir ailə üzvümüz, yaxın saydığımız bir insan həmin o təhlükəli vəziyyətin içindədirsə də, ona görə yaşadığımız narahatlıq və yaxud onun haqqında öyrəndiyimiz məlumat ya da onun özünün bölüşdüyü məlumatlar bizə eyni bir şəkildə o travmatik təcrübəni yaşatdıra bilər. Və bunun da təkamül səbəbi odur ki, ümumiyyətlə bizim emosional beynimiz ətrafımızda yaxın olan insanlarla xüsusi emosional bağımızın yaranması ilə nəticələnir və biz onları sanki emosional olaraq özümüz kimi dəyərli bilirik. Necə ki, bəzi heyvanlar var, hansılar ki, emosional beyni inkişaf etməyib. O heyvanların əsas fokusu təkamül prosesi üzrə özlərinin sağ qalmasıdır. Özlərinə qida tapmaq, özlərinin təhlükədən uzaqlaşması və s. Amma bütün məməli heyvanlarda bu emosional bağ yaranıb. Nəyə görə yaranıb? Çünki ehtiyac var idi. Məməli heyvanların körpələri, balaları doğulduğu zaman birbaşa özləri öz qayğılarına qala bilmirlər. Bir müddət ətrafda olan yetişkinlərin qayğısına ehtiyac duyurlar və bu anda o yetişkinlərin marağı olmalıdır ki, həmin o körpəyə baxsınlar.
təbii olaraq emosional beynimiz olmasa bizim heç birimizdə bu istək yaranmayacaq. Çünki bizim sağ qalma beynimizin əsas funksiyası odur ki, özüm sağ qalım. Amma emosional bağ yarandıqdan sonra biz artıq başqasını da özümüz qədər dəyərli bilib onun da sağ qalmasını təmin etmək istəyirik. Və nəticə olaraq başqasının təhlükə ilə üzləşməsi də bizim özümüz təhlükə ilə üzləşmişik kimi o dərəcədə bizə təsir göstərə bilər. İkinci dərəcəli travma. Və yaxud da başqa bir hissəsi də o ola bilər ki, ümumilikdə birbaşa iştirak etməsək də vəziyyəti izləyirik. Ümumilikdə birbaşa iştirak etməsək də, yəni misal üçün siz deyirsiniz yoldaşı və uşaqları. Əgər bu müharibə iştirakçılarından söz gedirsə də, ailələri yanlarında olan təhlükəli ərazilərdə olan ailələrdirsə də onlar özləri də birbaşa təhlükə zonasının içində olmaqdan təsirlənib travma yaşaya bilərlər. Amma əlbəttə ki, daha uzaq məsafələrdə daha çox ikincili travma. Məsələn, indi şəhid ailələrinin üzvləri, məsələn, onlar üçün çox böyük bir travmadır bu, öz sevdiklərini itirirlər. Amma onlar ən azından sevdiklərinin başına gəldiyini bilirlər. Bir də var, məsələn, ailə üzvləri itkin düşmüş müharibədə. Amma onlar üçün vəziyyət necədir? Çünki onlar heç bilmirlər ki, sevdiklərinin taleyi nə yöndədir, ölüb ya qalıb. Eynən. Onda yəqin ki, aldıqları travma daha fərqli olar, elədir, hə? Ümumilikdə qeyri-müəyyən itki itkinin ən ağır formalarından biri sayılır. Çünki yenə də qayıdacağım sinir sistemimizin necə çalışmasına. Sinir sistemimiz sağ qalmağa o qədər köklənmiş bir sistemdir ki, hər bir vəziyyətdə, vəziyyət aydın olduğu zaman uyğunlaşmaq üçün, adaptasiya üçün yollar axtarır. Yəni biz kimisə itirdiyimiz zaman, hansısa bir vəziyyətin, təhlükəli bir vəziyyətin içində olduğumuz zaman sinir sistemimiz o vəziyyəti anladıqda ona uyğun olaraq hansısa addımlar ata bilir adaptasiya üçün, sağ qalmaq üçün və bu prosesi belə deyim, həzm etmək üçün. Qeyri-müəyyən itki o deməkdir ki, sinir sistemi hansı vəziyyət nədir anlamır, aydınlıq yoxdur və hansı seçim edib, hansı yol üzərindən çalışıb özünü rahatlatmalıdır, adaptasiya etməlidir, bunu başa düşmür. Yəni mən birbaşa itkin düşmüş şəxslərin ailələri ilə çalışdığıma görə onlar çox yaxşı təsvir edirlər ki, bir gün içində 10 dəfə olur ki, düşünürəm bəlkə hələ də sağdır. 10 dəfə də düşünürəm, yox, bu qədər vaxt keçib, yəqin ki, artıq vəfat etmiş olar. Və bu fikirlərin arasında gedib gəlmək insanın sinir sistemi üçün çox böyük bir gərginlikdir və heç bir cavabı seçmək mümkün deyil, çünki cavab ortalıqda yoxdur. Nəticə olaraq bu qat-qat daha ağır bir təsir verən vəziyyətdir. Aydındır. Bir də məcburi köçkünlər haqqında sizdən soruşmaq istəyirəm. Çünki öz yurdlarından, öz evlərindən didərgin düşürlər. Onların aldığı travmanı necə aydınlaşdıra bilərik? Yəni məcburi köçkünlərin yaşadıqları təsir başqa bir şəkildə özünü büruzə verə bilər ki, travma dedikdə, yəni hər bir şəxsin yaşadığı vəziyyət əgər sinir sisteminin qoruma mexanizmlərini aşırsa da bu travmadır. Amma hansı təsirlər baş verir, hansı formada, yəni unikal olaraq təcrübələr fərqlənir. Məcburi köçkünlərin əsas unikal olan təcrübələrindən birisi odur ki, dediyiniz kimi özlərinə aid olan yaşayış yeri, məkanı və bir növ buna aid olan bütün sistemi itirmək. Çünki biz yaşadığımız yeri düşündükdə bir çoxumuz sadəcə öz otağımızı və yaxud öz evimizi düşünürük. Amma əslində nəzərdə saxlamalıyıq ki, yaşadığımız yerin ətrafında bizim gündəlik getdiyimiz mağaza, bizim məktəbimiz, universitetimiz, iş yerimiz, evimizdən nə qədər məsafədədir, hansı yolla ora gedirik və sair rutinlərimiz var. Hansısa yaxınlarımız, qohumlarımız, dostlarımız, kimlərin ki evlərinə biz tez-tez gedib gəlirik. Onlarla olan həmin o sistemlər, xəstələndikdə bilirik hansı xəstəxanaya yaxınlaşmalıyıq. Hansısa başqa bir problemimiz olduqda bilirik ki, misal üçün mənim telefon stansiyam buradadır, oraya yaxınlaşa bilərəm. Başqa hansısa bir ehtiyacla bağlı başqa bir yerə yaxınlaşa bilərəm. Bütün struktur hamısı bizim həyatımızla bağlı bizdə elə bir hiss yaradır, sanki mən öz həyatımı idarə edə bilirəm. Bugündən sabaha mənim həyatımda nələr baş verəcək, mənim öz qərarımla baş verəcək. Və yaşadığımız yeri itirmək, bütün bu sistemi itirmək deməkdir. Yəni mən artıq öz həyatımı idarə edirəm hissinin də bir hissəsinin itirilməsi deməkdir. Və bütün o sosial dəstək sistemlərinin qopması, qırılması nəticə olaraq
əlavə bir çox bizi gücləndirən, bizə dəstək olan sistemlərin də itkisi deməkdir. Yəni ola bilsin ki, eyni şəhərdə, eyni kənddə yaşayan insanlar tamamilə fərqli yerlərdə məskunlaşmalı olurlar və həmin o dəstək sistemləri, əlaqələri itir. Və əlavə olaraq əlbəttə ki, yenidən bir qeyri-müəyyənlik yaranır ki, yəni mən bundan sonra harda yaşayacağam, necə misal üçün təbiətin təsirindən qoruna biləcəm, xüsusən də soyuq aylarda. Və bu ilk məsələlər həll olunduqdan sonra da həmin o itki hissi, yəni mənim aid olduğum yerin itkisi, bunun özü böyük bir narahatlıq verə bilər. Aydındır. Bir də soruşmaq istəyirəm ki, müharibə travması, müharibə özü qadın və qızlara kişilərdən fərqli olaraq, yəni nə dərəcədə fərqli bir təsir göstərir ümumiyyətlə? Müharibənin gender üzrə fərqli təsirləri barəsində bir çox araşdırmalar aparılıb və bu da yenə yetərincə geniş bir mövzudur. Çalışacağım mümkün olduğu qədər qısa danışım. Ümumilikdə gender əsaslı zorakılıq deyə bir anlayış var. Yəni əfsuslar olsun ki, dünyanın bir çox yerində müharibə üzrə qanunlar olsa belə və müharibə üzrə qanunlarda bütün sıravi vətəndaşların qorunduğu bildirilsə belə, bir çox yerlərdə qadın və qızlara qarşı hər hansı bir əlavə təhlükə, hər hansı bir əlavə təhdid və zorakılıq müharibənin alətlərindən birisi kimi istifadə olunur. Və bu da o deməkdir ki, fəal iştirakçı olmadıqda belə zərər görmə ehtimalları artır. Və eyni zamanda başqa bir təsir tərəfinə də baxsaq, müharibənin həm aktiv mərhələsində, həm də daha sonraki təsiri görünən hissədə bir çox qadın və qızlar ümumiyyətlə müharibə baş verən ərazilərdə bütün şəxslərin gender rollarına qarşı gözlənti daha da çox sanki artır. Yəni biz kişi dedikdə nə anlayırıq, kişi nələr etməlidir, qadın dedikdə nə anlayırıq, qadın nələr etməlidir. Bütün bu beynimizdə olan anlayışlar müharibə ərazilərində daha da qabarıq şəkildə özünü biruzə verə bilər və gözləntilər də bunun üzərindən arta bilər. Bu o deməkdir ki, qadın və qızlardan daha çox gözləniləcək ki, qayğıkeş olsunlar, daha çox gözləniləcək ki, başqalarının dərdlərinə şərik olsunlar, başqalarına dəstək olsunlar, fədakar olsunlar və bu da nəticə olaraq o deməkdir ki, özləri travma yaşamış şəxslər, özləri travma yaşamış qadın və qız sosiallaşması yaşayan insanlar məcbur olurlar bir çox zaman öz narahatlıqlarını hansısa formada bastırıb gizlətsinlər və ətraflarındakıların qayğısına qalmağa davam etsinlər. Bu da o deməkdir ki, davranışcasına heç bir problem görünməsə də, həmin insanın daxildən keçirdiyi narahatlıq onun həyat keyfiyyətinə təsir edir. Aydındır. Növbəti sualımı səsləndirməzdən əvvəl izləyicilərə bildirmək istəyirəm ki, bu sualın həssas məzmunludur. Ona görə də psixoloji vəziyyətinizi nəzərə alaraqdan davam eləyin. Mən müharibədə cinsi zorakılıq haqqında soruşmaq istəyirəm sizə. Bu haqqda nə deyə bilərsiniz? Biraz əvvəl dediyim kimi, müharibədə gender əsaslı zorakılığın nəznində əfsuslar olsun ki, cinsi zorakılıq bir alət kimi istifadə olunur və ümumilikdə vəziyyətə baxsaq, heç bir statistika yoxdur. Yəni bir çox yerlərdə cinsi zorakılığa uğrayan insanlar bunu daha sonra dilə gətirmirlər, bunu daha sonra danışmırlar və bunun bir çox səbəbləri var. Bir tərəfdən utanc hissi ola bilər, günah hissi ola bilər. Bir tərəfdən isə ümumilikdə dilə gətirildiyi zaman ətrafın ola biləcək qınağı, hətta sistem və strukturlar insanı qorumaq üçün qurulmuş olduğu halda belə bütün ehtiyaclar nəzərə alınırmı? Misal üçün bir çox yerlərdə zorakılıqla bağlı bir sonraki addımlar, ekspertiza və s. Bunlar nə qədər emosional ehtiyacları nəzərdə saxlayaraq qurulub ki, şəxs doğrudan da həmin məqamlarda öz ləyaqətinin qorunduğunu hiss etsin, həmin məqamlarda doğrudan da ekstra həssaslığına qarşı empatiya görsün. Bunlar olmadığı zaman insan əlbəttə ki, qat-qat daha çox narahat olur və bunu dilə gətirmək istəmir və ona görə statistik olaraq bir məlumat verə bilmərəm. Amma əfsuslar olsun ki, bu baş verir, dünyanın hər bir yerində baş verir.
Azərbaycanda da misal üçün 92-94-cü illərdə baş verdiyi dəqiqliklə təsdiqlənib. Bəzi sağ qalan qadınlar daha sonra açıq olaraq bunun haqqında danışıblar. Bəziləri əfsuslar olsun ki, sağ qalmayıb və burada həm ola bilsin ki, əsirliyə düşən qadınlar daha sonra öldürülüb, həm də bəzi hallarda olub ki, daha sonra öz ailələri, öz qohumları bir növ namus qeyrət məsələsinə görə həmin qadın və qızların həyatını bitiriblər. Və bu zorakılığın sadəcə bir tərəfidir. Zorakılığın başqa tərəfi heç demək olar ki, danışılmayan, çox tabu sayılan mövzulardan birisi müharibə zamanı kişilərə qarşı göstərilən cinsi zorakılıqdır. Və yenə bu da müharibənin alətlərindən birisi kimi istifadə olunur və qadınlardan fərqli olaraq kişilər ümumiyyətlə qat-qat daha az bu mövzu haqqında açıq danışırlar. Çünki yenə də nəzərə alsaq ki, müharibə zonasında gender rolları daha da çox sanki belə gözlənti olur ki, hər kəs gender rollarına uyğun olsun və əfsuslar olsun ki, bu mövzu ilə bağlı açıq danışıb dəstək axtarmağın özü belə hər hansısa bir cinsi zorakılığı yaşamış kişinin gender roluna da təsir göstərdiyinə görə birbaşa daha da çətin olur və nəticə olaraq ümumiyyətlə cinsi zorakılıqla üzləşdikdən sonra insanın həyatının bir çox sahələrinə bu təsir göstərə bilər. Yəni ola bilsin ki, zorakılığı törədən insana qarşı yox, ümumiyyətlə o insanı xatırladan bütün qrup insanlara qarşı qorxu hissi yarana bilər. Daha sonra yəni bir çox fərqli vəziyyətlər baş verə bilər əlbəttə ki, o qorxu hissi yarandıqdan sonra məcbur olduqda misal üçün qorxulu hissləri tetikləyən insanların yanında olmaq, oturmaq, danışmaq və öz hisslərini bastırmaq, bunların hamısı əlavə bir stressdir və ümumilikdə yəni ki, daha əvvəl sadaladığım bütün travmatik simptomlar da ola bilər və əlavə olaraq sırf cinsi zorakılığa aid spesifik detallar ola bilər. Yəni cinsi zorakılığın növündən asılı olaraq daha sonra həmin mövzularla bağlı həkimə belə getməkdən çəkinə bilər insan və bunun kimi bir çox başqa daha ağır təsirlər. Mənə eyni zamanda bu cinsi zorakılığı törədən tərəfin də psixologiyası maraqlı gəlir. Çünki məncə cinsi zorakılıq törətmək insan psixologiyasının ən qaranlıq tərəflərindən biri ola bilər. Yəni necə olur ki, məsələn, müharibəyə düşdü belə bir vəziyyətə və ona əl atır. Yəni o psixoloji proses necə baş verir ki, bunu eləmək ehtiyacı duyur həmin insan? Psixoloji cəhətdən zorakılığın arxasında bir çox zaman sırf cinsi istək, cinsi ehtiyac dayanmır. Yəni bunu mən təkcə müharibə kontekstində danışmıram. Bunu mən ümumilikdə cinsi zorakılıq törədən insanlarla bağlı aparılan araşdırmaların nəticəsi olaraq danışıram. Mənim özümün magistraturunu oxuduğum zaman praktikalarımdan biri də psixoloji mərkəzdə idi, harda ki, cinsi zorakılıq törətmiş şəxslər məhkəmə prosesindən keçib, günahkar olduqları təsdiqləndikdən sonra bir müddət həbsxanada cəzanı çəkdikdən sonra yenidən azadlığa buraxıldıqları zaman ilk olaraq bu proqramdan keçməli idilər. Yəni ilk olaraq terapiyaya gəlməli idilər və o terapiyanı uğurlu bitirdikdən sonra tam olaraq cəmiyyətə yenidən qayıtmaq icazəsi verilirdi dövlət tərəfindən. Bu Azərbaycanda olan bir proqram deyil idi, amma mən düşünürəm ki, Azərbaycan üçün də buna bənzər bir proqram tətbiq etmək yaxşı olardı və o terapiya özü bir dərslik üzərindən aparılırdı, terapevtik dərslik üzərindən və orada böyük bir diqqət yetirilirdi sırf cinsi zorakılıq hadisəsinin özünə, yəni hansı gün baş vermişdi, həmin gün o insan özünü necə hiss edirdi, 3 gün əvvəl necə hiss edirdi, 5 gün əvvəl necə hiss edirdi, nələr baş vermişdi həyatında, o vəziyyətin özü hansı yerdə baş vermişdi. Hər bir detalına qədər hər şey incələnir və daha sonra hansı ehtiyacların qarşılanması üçün cinsi zorakılıq törədilib, bu tərəfi araşdırılır. Və bir çox zaman, demək olar ki, hər bir zaman cavab eyni idi ki, güc hissi duymaq ehtiyacı. Güc hissi duymaq ehtiyacı nəticəsində biz sanki özümüzü gücsüz hiss etdiyimiz zaman bəzən olur ki, bəzi insanlar daha çox özünə qapanırsa da, bəzi insanlar sanki bu güc məndən alınıb,
və mən bu gücü geri alacağam kimdənsə. Amma misal üçün güc məndən alınan şəxsin özünə gedib o gücü geri ala bilmirəmsə də, kimdən ki o gücü ala bilərəm, o şəxsə yaxınlaşıb o şəxsin o gücü alacağam. Bir növ bu məsələ üzərindən və əlbəttə ki, bundan əlavə olaraq dediyim kimi, sırf bir alət kimi müharibə zamanı cinsi zorakılıq belə istifadə olunur ki, əgər mən savaşdığım qarşı tərəfə dəyərli olan birisinə zərər vururamsa da, dəyərli olan birisini zorluyuramsa da, deməli sanki onların ümumi vəziyyətini daha da ağırlaşdırıram. Onların emosional vəziyyətinə böyük bir zərbə vururam ki, onlar sonra o qədər də effektiv savaşa bilməsinlər və s. və ilaxır. Yəni əfsuslar olsun ki, bu da alətləşdirmə də müharibə kontekstində səbəblərdən birisi ola bilər. Bəs belə hallar yaşanırmı ki, məsələn, o vəziyyətə düşüb, siz dediniz, məsələn, güc aclığı yaşayıb bu cins zorakılığı törədir. Aclığı sözü deməzdim. Hə, necə deyək onu? Güc istəyi, güc qazanmaq. Güc əldə etmə ehtiyacı. Güc əldə etmə istəyi, ehtiyacı. Məsələn, bu aktı törədəndən sonra onun üzrə ona travma yaratsın və yəni o vicdan əzabı yaşasın, onun üzərində çətinlik yaşasın. Yəqin ki, belə şeylər də baş vermiş olardı. Baş verir əlbəttə ki. Yəni hər kəsdə baş verirmi? Bunu dəqiqliklə deyə bilmərəm. Amma nə qədər ki bir insan ümumiyyətlə həyatının bir çox sahəsində öz perspektivini dəyişməyə açıqdırsa da, yeni məlumat əldə etməyə açıqdırsa da, o qədər o vəziyyətə geri qayıtdıqda təkcə öz ehtiyaclarını yox, qarşı tərəfə olan təsiri düşündükdə nə qədər ki çox empatiya hissi var, o qədər çox insan ciddi bir şəkildə peşmançılıq duya bilər. Bəs bu, yəni müharibə dediyimdə, müharibədən çıxmış insanlarda empatiyada azalma, çoxalma, belə şeylər müşahidə olunub ya da bu haqqda bir araşdırma var, görəsən? Dəqiq bu haqqda araşdırmaları özüm də axtarmamışam. Ona görə spesifik olaraq bir cavab verə bilmərəm. Sadəcə deyə bilərəm ki, müharibə kontekstində yox, ümumi bütün travmatik təcrübələr kontekstində empatiya hissi yenə də qayıdır, nə qədər biz özümüz qarşı tərəfin hisslərini duymağa açığıq bu mövzuya və özümüz güclü ağrı içində olduğumuz zaman bəzi insanlar üçün özünü qorumaq ehtiyacı empatiyanı bir növ söndürür. Bir müddətlikmi söndürür, uzun müddətlikmi söndürür, baxır vəziyyətə. Amma bir müddətlik empatiya, yəni təsəvvür edin ki, gündəlik dəhşətli vəziyyətin içində yaşayırsınız. Nə qədər çox siz empatiya göstərsəniz, o qədər çox gündə o empatiyanın gətirdiyi ağrını, yükü hiss edəcəksiniz. Bir müddət sonra hər birimizin sinir sistemi özünü qorumaq üçün sanki hissləri kütləşdirir, kəsir və empatiya hissinə də təsir göstərir. Amma güvənli vəziyyətə qayıtdıqdan sonra əlbəttə ki, özümüzü güvəndə hiss etdiyimiz zaman ətrafdakı insanlara da qarşı empatiya hissimiz yenidən qayıda bilər. Çox təşəkkürlər. Növbəti sualı səsləndirmək istəyirəm. Müharibə travması nəsillər arası ötürülə bilərmi? Ümumiyyətlə nəsillər arası travma deyəndə nə başa düşməliyik? Nəsillər arası travma dedikdə bizdən əvvəlki nəslin yaşadığı hansısa bir travmatik təcrübənin özünün bəlkə də yox, amma təsirlərinin bir sonraki nəslə ötürülməsi haqqında danışa bilərik və nəsillər arası travmanı mən özüm çox da dərindən araşdırmamışam. Sadəcə onu deyə bilərəm ki, spesifik bir kontekstdə bu mövzuyla tanışam. İtkin düşmüş şəxslərin ailələri mövzusunda nəsillər arası travma bu şəkildə ötürülə bilər ki, bəzən misal üçün itkin düşmüş şəxsin valideynləri ilk olaraq onu axtarırdılarsa da 92-94-cü ildən bəri artıq 30 ildən çox vaxt keçib və elə olur ki, bir çox ailələrdə artıq itkin düşən şəxslərin valideynləri də vəfat etməyə başlayırlar və bu zaman bir çox valideynlər ölüm ayağında olduqları zaman sağ olan başqa övladlarına bildirirlər ki, mən ölüb getsəm də sən misal üçün qardaşını axtarmağa davam et. Və bəzən də olur, itkin düşən şəxsin adını verirlər hansısa ailədə dünyaya gələn yeni bir uşağa.
çox zaman, yəni ki, bacı-qardaş uşaqlarına və daha sonra bildirir ki, sənin dayın və yaxud əmin belə bir insandır, sən onun adını daşıyırsan və o uşağın hərəkətlərində belə artıq bir növ istər-istəməz o gözlənti yaranır. Hansısa bir hərəkət edilir, gör necə dayısı kimi ya da əmisi kimi bunu etdi, onun kimi belə xasiyyət göstərir və s. və o uşaq artıq o yükün altında böyüyür ki, sanki mən öz həyatımı yox, ailəmdə baş vermiş həmin o itkin düşən şəxsin yaratdığı boşluğu doldurmaqla məşğulam. Bunun özü bir növ travmadır və əlbəttə ki, nəsildən nəslə o axtarış davamı bu özü də başqa bir növ travmadır. Çünki yenə də o qeyri-müəyyənliyin davam etməsi deməkdir və bu ola bilsin ki, bir yox, bir neçə nəsildə bir-birinə ötürülərək davam etsin və bir çox zaman elə ola bilsin ki, artıq itkin düşmüş şəxsi axtaran şəxs özü o şəxs itkin düşdükdən sonra dünyaya gəlib, o şəxsi heç vaxt tanımayıb, amma bu gənc bir insan hansı ki axtarışlara davam edir, bu gənc insan öz valideynləri və yaxud öz nənə-babasını çox istədiyinə görə, dəyər verdiyinə görə onların ağrısını və acısını götürüb sanki davam edirlər bu addımları. Və bu o demək deyil ki, mütləq şəkildə bütün itkin düşmüş şəxslərin axtarışının nəsildən nəslə ötürülməsi hamısı ağrılı bir prosesdir. Bəzən bunun ailə içində birlik hissi yaratmağı da, dəstək hissi vermə hissələri də ola bilər. Amma bir növ məsələ qayıdır, nə qədər hər birimizin özümüzün seçimimizdir və nə qədər hər birimizin daha çox öhdəlik hissimizdir ki, başqa bir ailə üzvüm bu yükün altında əziyyət çəkir, mən gedim onun yükünü götürüm ki, o biraz rahatlasın. Aydındır. Sizə son sualımı ünvanlamaq istəyirəm. Ümumiyyətlə bizim ölkədə psixoloji yardım almaq tabudur, hələ ki kişilər üçün. Məsələn, indi müharibə iştirakçıları, veteranlar geri qayıtdıqdan sonra cəmiyyətə reinteqrasiya olunması üçün, yəni bu psixoloji yardım almalıdırlar da. Məsələn, necə bir çətinliklər müşahidə olunur burada? Məsələn, onlar razıdırlarmı ya da necə olur bu proses? Ümumilikdə Azərbaycanda, təkcə Azərbaycanda yox, yəni dünyanın bir çox yerində psixoloji dəstəklə bağlı bir damğa var və əfsuslar olsun ki, bu bir çox 10 illiklər boyu yaranmış və həm cəmiyyətdə, həm filmlərdə və s. təmsil olunan belə bir yanaşmadır ki, psixoloji dəstəyi ala biləcək sadəcə çox spesifik balaca bir qrup insanlar var. Halbuki o psixoloji dəstək həyatımız boyunca hər birimizə hansısa məqamlarda lazım ola bilən və böyük dəstək göstərə biləcək bir məqamdır. Və sırf müharibə kontekstində mən deyərdim ki, psixoloji dəstəklə bağlı daha çox cəmiyyətin də anlayışı var və daha da çox addımlar atılır, daha çox strukturlar da maraqlıdırlar müharibədən təsirlənən insanlara psixoloji dəstək göstərməyə. Misal üçün, müharibə özü fəal olaraq baş verdiyi anlardan başlayaraq bir çox psixoloqlar özləri bildirmişdilər ki, müharibə iştirakçılarına və yaxud bombalanmış evlərdən sağ çıxan insanlara ödənişsiz dəstək göstərəcəklər və daha sonra bir çox dövlət qurumları da sırf qazilər üçün fərqli psixoloji dəstək mexanizmləri inkişaf etdirmişdilər. Əlbəttə, bu tərəfdən bunların hamısının olması yaxşıdır, amma yenə də o damğanın özü təsirini göstərir və bəzən bəzi insanlar tərəddüd edə bilərlər psixoloji dəstək üçün müraciət etməyə və müraciət etməməyin özünün nəticəsi həmişə bir növ ilk olaraq eyni təsir göstərir. Həyat keyfiyyətimizi misal üçün aşağı düşdüyü bir məqamda həyat keyfiyyətimizi qaldıra biləcək bir alətdən istifadə etməmək. Və ikinci dərəcəli olaraq baxır vəziyyətin özünün ağırlığına. Əlbəttə ki, burada nə qədər ki vəziyyət özü daha ağırdır, o qədər həyat keyfiyyətindən əlavə olaraq da həm yaxınlarımızın narahatlığı, həm də özümüzün üzləşdiyimiz çətinliklərə dözümlülüyümüz məsələsi var. Çünki bəzən olur ki, bir insan travmatik təcrübələrin nəticəsində güclü əziyyət çəkir, amma bunu ya dilə gətirmir, ya da misal üçün dilə gətirmək istəməsə də ətrafdakılar görsələr belə, dəstək üçün müraciət etmədiyi zaman o ağırlıq, o yükün içində yaşamağın özü o qədər çətin görünə bilər ki,
və o qədər hiss oluna bilər ki, sanki bu vəziyyətdən heç bir başqa çıxış yolu yoxdur. Nəticə olaraq sanki yeganə çıxış yolu və yaxud ən effektiv çıxış yolu kimi həyatın özünün bitirilməsi fikri gələ bilər və əlbəttə ki, bu məqamlarda yenə də terapiyanın təsiri böyük bir şəkildə kömək edə bilərdi və müraciət etməyən insanlar bir növ bu dəstək qolundan məhrum olurlar və nəticələr çox acınacaqlı ola bilər. Sizcə bu psixoloji, yəni köməklə bağlı necə insanların fikrini dəyişə bilərik, cəmiyyətin fikrini? Bu tabunu necə yıxa bilərik sizcə? Mən deyərdim ki, ilk olaraq normallaşdırmaq və məlumatlandırılmaq. Yəni psixoloji terapiya dedikdə bir çoxumuz fərqli şeylər təsəvvür edə bilərik. Ümumiyyətlə psixoloji terapiyanın fərqli yanaşmaları da var və nə qədər ki hər birimiz bunun haqqında daha məlumatlıyıq, o qədər daha bilinçli şəkildə, daha fərqində olan bir şəkildə özümüzə uyğun yanaşmanı seçə bilərik. Özümüzə uyğun yanaşmada fəaliyyət göstərən psixoloqu seçə bilərik ki, doğrudan da o terapiyanın təsirini görək. Və ümumilikdə normallaşdırma o deməkdir ki, psixoloqun terapiyasından dəstək görən insanların bunun haqqında açıq danışması, bölüşməsi və bir çox insanlar da bunu edirlər. Bir çox insanlar doğrudan da öz çevrələrində daha çox bunun üzərində çalışırlar və bildirirlər ki, yəni mənim həyatımda bu dəyişikliklər baş verdi və kimsə də bu məsələlərdən və yaxud başqa bir hansısa çətinlikdən keçirsə də müraciət etdiyi zaman böyük bir dəstək ala bilərlər. Amma bunun daha geniş miqyaslı olması əlbəttə ki, o deməkdir ki, nəinki təkcə individual şəkildə terapiyadan yararlanan insanların danışması, həmçinin sistematik şəkildə terapiyanın özünün normallaşdırılması ilə bağlı addımlar atılması. Yəni bugünkü damğanın içində böyük bir rolu misal üçün mediada, filmlərdə və s. necə psixoloqlar göstərilib, bunun rolu varsa da, deməli bundan sonraki çəkilən filmlərdə və yaxud seriallarda psixoloq rolu seçilirsə də, buna daha ciddi yanaşmaq, konsultant seçmək ki, misal üçün qeyri-etik davranışları göstərməsinlər və s. Yəni ola bilsin ki, ümumi əhali baxdıqda tam da bilməsin ki, misal üçün bu filmdə və yaxud bu serialda bu psixoloqun etdiyi hərəkət əslində etik qaydalara ziddir. Və nəticə olaraq nə düşünəcəyik? Düşünəcəyik ki, deməli bütün psixoloqlar belə edirlər. Deməli o zaman psixoloqun yanına getmək təhlükəlidir. Və nə qədər ki mediada da psixoloqun işi mümkün olduğu qədər realistik göstərilir, sensasiya üçün yox, maraqlı belə böyük hisslər yaradacaq ifadələr və s. üçün istifadə olunmursa da, o qədər necə deyim, əhali üçün də psixoloqun yanına getmək nə deməkdir anlayışı daha realistik olacaq və nəticədə o damğa da azaldıqca daha rahatlıqla insanlar müraciət edə biləcəklər. Tamamilə razıyam. Məsələn, öz ətrafımda da kimsə öz dərdini danışır. Yəni çox aydındır ki, psixoloji problemləri var. Məsləhət görəndə ki, psixoloqa ya da bir psixiatra başvur, o dəqiqə məsələn deyir, mən dəliyəm ki, gedim. Məsələn, bu reaksiyanı çox görmüşəm. Amma əslində çox bəllidir ki, yəni onlara yəni kömək edəcək, yəni terapistdir, amma bunun fərqində deyillər. Ümid edirəm ki, yəni bu tabu nə vaxtsa yıxılar. Çünki bizim yəni psixologiya sahəsi Azərbaycanda inkişaf etməlidir. Bizim buna ehtiyacımız var. Belə, bugünkü söhbətimiz demək olar ki, bu qədər. Südabə xanım, çox təşəkkür edirəm gəldiyiniz üçün, vaxt ayırdığınız üçün. Çox maraqlı söhbət oldu. Təşəkkür edirəm. Çox sağ olun. Bugünlük bu qədər.